Tanrı insanları günahkar veya günahdan asılı yaratmayıb. Adam günah etmək istəmirdi. O günahdan asılı değildi. Sadəcə o Rəbbin sözlərini ciddi qəbul etmədi. O elə bilirdi ki, Tanrı qadağa etdiyi meyvəni yesə heç nə olmayacaq. O gözləmirdi ki, itaətsizliyin bu qədər acı fəsadları olacaq. Fərq var. Günahdan asılı olmayan adam imtihan olarkən günaha asanlıqla qarşı dura bilir. Amma asılı olan adama günaha düşməmək çox çətindir. Beləliklə, Adəm günahdan azad idi. Amma Tanrının sözünə əməl etmədiyinə görə günaha əsir düşdü. Beləcə, günaha yol verəndə o sizi zəbt edir və siz ondan asılı olursunuz. Və artıq öz gücünüzlə ondan azad ola bilmirsiniz. Hər hansı bir günahdan əl çəkə bilsəz də, yenə də azad deyilsiniz və əvəzinə başqa bir günah edəcəksiniz. İnsanlar günahdan azad ola bilmirlər. Bir günahı o biri ilə əvəz edirlər. Adəmin itaətsizliyi sayəsində bütün insanlar itaətsiz və günahdan asılı oldular. Buna görə İsa Məsih yer üzünə gəldi və bizi yenidən azad etmək üçün öz canını verdi. Amma insanlar azadlıq istəmir. Sadəcə olaraq xeyirxah işlərin və dindarlığın arxasında gizlənmək istəyirlər. Tanrı bütün insanları qanun altına saldı. Qanun isə deyir, günah edən ölməlidir. İsa bizim cəzamızı öz üzərinə götürərək qanun tələb etdiyi kimi bizim yerimizə öldü. İsa'ya inanan hər kəs qanun lənətindən azad olur. Biz İsa'nın qanı vasitəsilə günahdan azadlıq tapdıq və yeni yaradılış olduq. Günahdan azad olmağın başqa yolu yoxdur, yalnız İsa Məsih vasitəsilə. Təbii ki, bu o demək deyil ki, biz artıq imtihan olmayacağıq. Biz sınağa çəkiləndə azad olduğumuz üçün günaha qalib gələ bilirik. Günah artıq bizi cəlb etmir və biz salihliyi sevirik. Çünki artıq İsa ürəyimizin ağasıdır, günahkar təbiətimiz deyil. Əgər daxilinizdə bu çevriliş baş verməyibsə, deməli siz hələ həqiqəti bilmirsiniz. Siz İsa'ya Tanrı oğlu kimi iman edə bilərsiniz. Lakin onun sizə nə verdiyini anlamasaz, imanınız boşdur. Kim başa düşürsə, o alır. İsa cisimdə məskən salan həqiqətdir, Tanrının kəlamıdır. Ona görə siz onu cisim kimi qəbul etməməlisiniz. Əks halda heç bir faydası olmayacaq. Siz onu hər bir günah boyunduruğundan azad etməyə qadir olan həqiqət kimi qəbul etməlisiniz. Və həqiqət isə Tanrıdır. Tanrının olduğu yerdə isə köləlik yoxdur, azadlıq var. Yeganə həqiqət olan İsa'nı qəbul etməklə siz Tanrını qəbul edirsiniz.